Salam, hər vaxtınız xeyir olsun. Bugün bu mən paylaşdığım sualla bağlı müəyyən gələn suallar və səhv etmirəmsə şərhi bildirən xanım müəllimdir. Müəllimə qeyd eləyibdi ki, burada bizim birinci sualı düz götürməyimiz, birinci bəndi düz götürməyimiz doğru deyil. Ona görə ki, biz onu cəmdə götürə bilmərik, çünki bu insan adıdır. Yəni mən izahımın heç birində qeyd etməmişəm ki, mən insan adını cəmdə götürürəm deyə belə olmalıdır. Gəlin ingilisinə qayıdan oxuyaq və düzgün tərcümə eləyək. Deməli, burada qeyd olunub ki, hansı isimlər ki S-lə bitir, siz ona ya apostrof S artıra bilərsiniz və yaxud da təkcə apostrof artıra bilərsiniz. Və qeyd olunub ki, ilk olan daha çox istifadə olunandır. Nümunələrə baxın zəhmət olmasa. Thomas sözünün kökündə S var, düzdür? Adın özündə S var. Və yuxarıda qeyd olunan qaydaya əsasən biz apostrof S-də artıra bilərik. Mötərizəyə baxın, yazıb or və yaxud da Thomas sözünün kökündəki S qalır və sadəcə biz ona apostrof artırıq. Bu demək deyil ki, biz o cəmdədir deyə artırıq. Sadəcə bu demə də deməli miqə düşən suallardan birində də var bu. Əgər miqə hazırlaşmısınızsa, siz mütləq şəkildə bu tip sualları görmüş və bu qaydanı mütləq şəkildə orada oxumuş olmalısınız. Belə, baxın, digər sualda da həmçinin James'lə bağlı. Şəms də həmçinin onlardan, o adlardan biridir. Adın özündə S var deyə. Qaydada qeyd olunduğu kimi biz sadəcə apostrof S-də artıra bilərik, qayda üzəri və yaxud da kökündə, sözün özündə S olduğuna görə apostrof artıra bilərik. Bu qaydanı mən özümdən çıxartmamışam. Yəni görürsünüz ki, bu qayda özü, yəni əsaslı mənbələrdən tapmışam. Və burada özləri qeyd eləyiblər, necə lazımdır. Oxuyun, zəhmət olmasa sizə lazımdırsa əgər.